hava limanı. Taksimizi gözləyirik, gəlsin, yerləşək qalacağımız yerə. Salam, sabahınız xeyir. Hal-hazırda Naxçıvandayıq. O hissədə gördüyünüz Araz çayıdır, Araz su qovşağıdır. Naxçıvan Ermənistan, İran, Türkiyə ilə həmsərhəddir. Ən alçaq yeri Araz sahilində 400 metrdir, ən hündür yeri 3904 metr Qapçıq zirvəsidir. Naxçıvan toponiminin yaranması Nuh Peyğəmbərin adı ilə əlaqələndirilir. Naxçıvan üç sözün birləşməsindən yaranmışdır. Nuh Peyğəmbərin adı, türk dillərindən isim düzəldən şəkilçi, Van isə fars dilindən yer, məkan mənalarını bildirir. Yəni Nuh çıxan yer, Nuh çıxan məkan deməkdir. Gördüyünüz restavrasiya olunan bina Naxçıvanın simvolu sayılan Möminə Xatun türbəsidir. Bura Naxçıvana gələn hər kəsin baş çəkdiyi bir yerdir. Möminə Xatun türbəsi 1175-ci ildə Atabəylər dövlətinin hökmdarı Şəmsəddin Eldəniz tərəfindən vəfat etmiş həyat yoldaşı Möminə Xatunun şərəfinə ucaldılmışdır. Lakin bir ay sonra Şəmsəddin Eldəniz özü də vəfat etdiyindən türbənin ikincisini hakimiyyətə gələn oğlu Məhəmməd Cahan Pəhləvan davam elətdirmiş və türbənin inşası 11 il davam etmişdir. Məhəmməd Cahan Pəhləvanın özünün ölümündən biraz sonra türbənin inşası başa çatmışdı. Türbənin memarı Əcəmi Naxçıvanidir. Əcəmi Naxçıvaninin ən görkəmli əsərlərindən biridir. Türbənin üzərində Əcəmi Naxçıvaninin sözləri ilə biz gedirik, ancaq qalır rüzgar, biz ölürük, əsər qalır, yadigar sözləri yazılmışdır. Göy kaşılarla, firuzəyi kaşılarla həkk olunmuşdur. Kaşıların göy rəngdə olması da türkçülüyü rəngi kimi götürülmüşdür. Kaşıdan şərqdə ilk dəfə Əcəmi Naxçıvani ifadə edilmişdir. Çar Rusiyası 1828-ci ildə Naxçıvan xanlığını işğal etdikdən sonra türbədə qazıntı aparmış. Şəmsəddin Eldəniz həyat yoldaşının yan-bayan olan qəbirləri açılmış, sümükləri və tarixi kitabələr Rusiyaya aparılmışdır. Türbənin düz yanında belə bir açıq səma altında muzey yerləşir. Burada da Naxçıvanın fərqli ərazilərindən tapılmış tarixi maddi mədəniyyət nümunələri qorunub saxlanılır. Naxçıvan xanlığı 1747-ci ildə yaradılıb, saray isə 1780-cı ildə tikilib. Naxçıvan xanlarının yaşayış yeri olub. Bina 3 mərtəbədən ibarətdir. Birinci mərtəbə 3 otaqdan, ikinci mərtəbə 8 otaq. Gördüyünüz bu hissə isə 2 dənə mansarddan ibarətdir. Girmək olar? Bəli, buyurun. Xan sarayı 1780-ci ildə Naxçıvan xanlarından Çağbalı xan tərəfindən inşa olunub. Bu bina Naxçıvan xanlarının yaşayış yeri olmağına yanaşı, həm də siyasi iqamətgah funksiyasını daşıyıb. Xan ailəsi burada inşa olunduğu vaxtdan, 18-ci əsrdən 1920-ci ilə qədər, Sovet dövrünə qədər yaşayıblar. Bura xanlıq ləvanlarının dövründə Çəncəli süvari dəstələrinin iqamətgahı, 1980-ci illərdə isə Milli Müdafiə Şurasının qərargahı yerləşib. Sovet dövründə isə bina öz əhəmiyyət itirərək müxtəlif məqsədlər üçün istifadə olunub. 2010-cu ildən isə Xan Sarayı Dövlət Tarix Memarlıq Muzeyi üçün fəaliyyət göstərir. 9 ekspoziya zalından ibarətdir. Ayna salonu, xanların gələn qonaqları xan orada qəbul edib. Onlar üçün şeir məclisləri, musiqi məclisləri təşkil olunub. O zamanlar da ayna olub. Lakin 2010-cu restavrasiya olunan zaman üzərindəki işləmələr əlavə olunub. Bu otaqda xanın iş otağı olub, qəbul otağı olubdur. Xanlığa gəlmiş qonaqları xan qəbul edib, xanlığın siyasi həyatına dair danışıqlar, diplomatik müzakirələr bu otaqda aparılıbdır. Portretdə gördüyünüz şəxslərin hər biri xan ailəsinin nümayəndələridir. Çəncəli nəsli Azərbaycan tarixinə 6 böyük cərəyan bəxş edib. Sonuncu nümayəndəsi Cəmşidxan Naxçıvanskidir. Bəli, Qönçəbəyin xanlıqlı şairə 19-cu əsrdə Naxçıvanda yaşayır. Stol örtüyü də ipəkdən hazırlanıbdır, 200-lüdür, üzərində milli ornamentli olan buta təsvirləri var. Bu üzərindəki butalar şər və balalı butalar adlanır. Eyni zamanda stol örtüyünün üzərində naxışlar meandr adlanır, su dalğası. Xanlığın dövlət atributları da bu otaqda yer alır. Çəncəli süvarilərinin döyüş bayrağıdır. Bayraq 1830-cu ildə Çar Nikolay tərəfindən Çəncəli süvarilərinə verilir. Digər bayraq isə döyüş bayrağıdır. Üzərində Quran-Kərimin Əl-Bəqərə və Əl-Fəth surəsinin ayə var. Mərkəzində aslan və günəş təsviridir. Şiri Xurşid, qədim Səfəvilərin, Qacarların, Əfşarların rəmzi olub. Dövlət bayrağıdır. 1747-1828-ci illərdə xanlıq var olduğu dövrdə istifadə olunub. Üzərində Quran-Kərimin Əl-Səf surəsinin ayə var. Allah dərgahından kömək qələbə yaxındır. Möminlərə müjdə ver ya Muhammed sözləri yazılıb. Hər üç bayrağın orijinalları
Sankt-Peterburqda Ermitaj muzeyində saxlanılır, 2015-ci ildə tapılıbdır. Bunlar orijinal deyil. Bəli. Bunun bu hissələri dəyişilib də, hə? Bəli, bəli. Naxışlar. Orijinalda bura sadəcə ayna olubdur. Ayna üzərində naxışlar olubdur. Çox sağ olun, minnətdarıq. Hal-hazırda Yusif İbn Küseyr türbəsinə gedirik. Qaldığımız hostelllə Yusif İbn Küseyr məqbərəsi arasında elə bir məsafə yoxdur. Təxminən 2 dəqiqəlik məsafədədir. Türbə haqqında məlumat verim. Yusif İbn Küseyr türbəsi Əcəmi Naxçıvanın dövrümüzə gəlib çatan ilk əsəridir. Türbə 1162-ci ildə tikilib. Yerli əhali buna Xataloba türbəsi də deyir. Türbə 3 hissədən ibarətdir. Gördüyünüz kimi aşağı hissədə sərdabədir, gövdə və günbəz hissədən ibarətdir. Sərdabə hissəsi o dünyanı, gövdə hissəsi indiki dünyanı, günbəz hissəsi isə göyü ifadə eləyir. Türbə xaricdən 8 guşəlidir, daxildən də 8 guşəlidir. Gördüyünüz bu türbə yeganə türbədir ki, günbəzi dağılmadan 800 il ərzində bizim dövrümüzə qədər gəlib çatıb. Türbənin üst hissədən görünüşü, günbəz hissəsi piramidal formada olsa da, gördüyünüz bu içəri hissədən günbəz formasındadır. Hər iki qatın arasında müəyyən boşluq var. O da türbənin nəmişlikdən qoruyur və hava axınını daha da yaxınlaşdırır. Türbə bu formadadır. Sorursanız ki, Yusif İbn Küseyr kimdir? Yusif İbn Küseyr 12-ci əsrdə Atabəylər dövründə Naxçıvanın ictimai-siyasi, dini və sosial həyatında mühüm rol oynamış şəxslərdən biridir. Türbənin bu hissəsində kimə məxsus olduğu göstərilib. Digər bir hissədə isə memarının Əcəmi Naxçıvan olduğu göstərilib. Türbə üzərində Qurani-Kərimin Ali İmran surəsinin 15, 16, 17-ci ayələrindən yazılar var. Türbə üzərində yazılan Quran ayələri ilə memar hakimiyyətin vahid qadir Allaha məxsus olduğunu göstərir. Türbənin heç bir üzü 8 guşəsindən heç biri bir-birinə bənzər deyil. Hamısı fərqli formada, fərqli naxışlarla düzəldilib. Bu qədər. Yusif İbn Küseyr türbəsi növbəti gedəcəyimiz yer Naxçıvan qalasıdır. Naxçıvan qalası erkən orta əsrlərə aid olduğu bilinir. 3-cü Sasani hökmdarı Yezdakir tərəfindən inşa olunduğu güman olunur. Qalanın əsas girişi digər tərəfdən olsa da, sonradan bərpa zamanı ora məzarlığa düşdüyü üçün bu hissədən salınmışdı. Naxçıvan qalası ərazisində belə bir muzey düzəldilib. Burada Naxçıvan ərazisində tapılan tapıntılar, maddi mədəniyyət nümunələri qorunub saxlanılır. Naxçıvan qala Naxçıvan şəhərinin cənubunda yerləşən arxeoloji bir abidədir. Eramızdan əvvəl 632-652-ci illərdə inşa edilmişdir. İlk vitrinimizdə daş əmək alətləri 5-3-cü minilliklərə aid daş əmək alətləri sərgilənir. Əsasən qədim zamanlarda insanlar tunellərin, quyuların qazılmasında istifadə edilirdi. Gördüyünüz hissələrə sap qoyulurdu və tunelləri, quyuların qazılması üçün istifadə edilirdi. 18-ci əsrə aid Naxçıvanın kişi və qadın geyimləri sərgilənir. Kişi geyimləri papaq, arxalıq və şalvar hissəsindən ibarətdir. Digər bu hissələrdə isə patronlar saxlanılırdı və bu da Naxçıvan kişilərinin cəngavər ruhda olduğunu göstəricisi idi. Qadın geyiminin üzərində isə buta təsvirlərinə yer verilmişdir və ipəkdən şal, çarıqlardan, papaq hissəsindən ibarət idi. 19-cu əsrə aid Naxçıvan xalçası sərgilənir. Xovlu və xovsuz olmaqla iki yerə bölünür. Gördüyünüz hissələrdə dəvə təsvirlərini görə bilərik, 4 fəsli ifadə edən motivlər və günəş təsvirlərini görə bilərik. Bu da günəşdə sevincli günlər, xoş günləri ifadə edirdi. Digər bir hissədə isə 18-ci əsrə aid məşrəf sərgilənir. Məşrəfdə qədim zamanlarda insanlar dəvələrin üzərində öz əşyalarını saxlamaq üçün istifadə olunurdu. Gördüyünüz məzarüstü səndüqəmiz isə Əmir qızı Güleş Xatunun məzarüstü səndüqəsidir. Səç təsvirlərinə yer verilməsi də qadın səndüqəsi olduğunu sübutudur. Əsasən onun həyatı yaradıcılığı haqqında da məlumat verilmişdir.
çəkriz mövcud idi. Hal-hazırda onlardan yalnız biri qorunub saxlanmaqdadır. Qədim zamanlarda insanlar 300 nəfərə sığına biləcəyi bir tuneldir. Əsasən müdafiə qalası kimi istifadə olunduğu üçün müharibə zamanları burada sığınırdılar və suya olan ehtiyatını ödəmək üçün həmin çəkrizdən istifadə edirdilər. Ümumiyyətlə tunel gedir Naxçıvan çayına. Prosta burada uçma təhlükəsi vardır deyə yerdən bağlanıbdır. Digər yenə səs çəkrizin hələ su səsi gəlir çəkrizdən. Su səsi gəlir. Çox maraqlıdır. Çox sağ olun, minnətdarıq. Naxçıvan qalasının bərpadan sonraki divarları. Qarşıda da gördüyünüz Araz çayı, Araz su qovşağı. Söhrab Tahirin daha şeirində deyildiyi kimi, dənizlər, dəryalar mənə dayazdır. Ən dərin bir çay var, o da Arazdır. Mənə görüş verin, azadlı qazdır. Görüşsəm ayrılmaq bilmərəm daha. Bir tərəfdə gördüyünüz Araz çayı, Araz su qovşağı, bu tərəfində Azərbaycan, digər tərəfində isə Cənubi Azərbaycan. Burada isə gördüyünüz yenə də Zəngəzur Dərələyəz silsiləsinin bu tərəfi Azərbaycan, Naxçıvan, digər tərəfi isə qədim Azərbaycan torpaqları olan İrəvan. Qarşıda da gördüyünüz Ağrı dağıdır. Başı dumanlı buludlu Ağrı dağı. Nuh türbəsi, türbədə Nuh Peyğəmbərin dəfn olunduğuna inanılır. Türbə Naxçıvan qalasının köhnə qala ərazisində arxeoloji qazıntılar zamanı tapılmışdır. Nuh haqqında əfsanəyə görə Nuh Peyğəmbər Tanrıdan dünyanın su basacağı haqqında məlumat almış və bir gəmi düzəldərək öz ailəsini və hər heyvandan vücud götürərək gəmiyə doldurmuş və səfərə çıxmış. Səfər zamanı isə Nuh gəmisi Naxçıvanda İlan dağa, Ordubadda Ələngəz dağına və Araz sahilində Kəmkə dağlarına dəyərək gəmi qayda yerə oturmuş. Deyilənə görə gəminin oturduğu yerdə həmin gəminin qalıqları da qalmaqdadır. Türbə 3 hissədən ibarətdir. Gördüyünüz aşağı hissə sərdabədir, naxışlı olan hissə gövdə hissəsidir və yuxarısı günbəz hissə. Türbə bərpa zamanı kərpicdən və kaşlardan istifadə olunmuşdur. Arxeoloji qazıntılar zamanı türbənin qalıntıları 8 güşəli halda tapılmışdır və giriş hissəsinin qərb tərəfdən olduğu üçün türbə də bərpa zamanı 8 güşəli bərpa olunmuş və giriş hissəsi də qərb tərəfdən qoyulmuşdur. Bu aşağı hissə türbənin sərdabəsidir. Türbənin hündürlüyü 15,5 metr, eni isə 7,5 metrdir. Dediyim kimi 8 güşəlidir, giriş hissəsi qərb hissədəndir və arxeoloji qazıntılar zamanı necə tapılmışdırsa, o cürdə bərpa olunmuşdur. Gördüyünüz hissə Naxçıvan qalasıdır və digər tərəfdə Nuh Peyğəmbərin türbəsidir. Hal-hazırda isə İmamzadə kompleksinə yaxınlaşıram. Naxçıvan İmamzadə türbəsi Naxçıvan qalasının aşağısında yerləşir. 18-ci əsrə aid abidədir. Qəbrin üzərində heç bir məlumat olmadığı üçün kimə aid olduğu bilinmir, amma yerli əhalinin bildirdiyinə görə 8-ci Şiyə imamı İmam Rızanın övladlarından biri dəfn olunub. Hal-hazırda İmamzadənin qapısı bağlıdır, içəri daxil ola bilmədim və İmamzadədən bir neçə metr aralıda isə Naxçıvan xanlarına aid bir türbə də var. Həmin türbədə isə Naxçıvan xanlarından Abbasqulu xanın oğlu Mustafa Qulu xan Naxçıvanskinin dəfn olunduğu bildirilir. Buyurun, keçin.
Hal-hazırda Naxçıvan buzxanasındayam. Naxçıvan şəhərinin mərkəzində yerləşir. İmamzadə kompleksinin sağ tərəfində milli yeməklər yazılan ərazidən biraz irəli gəlirsiniz. Restoran həyətində qədim bir tarixi abidədir. Bura orta əsrlərin ən nadir abidələrindən biridir. Vaxtı ikən yerin altında olub bu abidə. Ərazidə təmizlik işləri aparılan zaman üzə çıxmış və sonradan bərpa olunmuşdur. Burada əsasən dövlət tədbirləri keçirilir. Biz burada indi Naxçıvan milli yeməklərindən yeyəcəyik. Bizə qismət oldu ki, biz burada nahar eləyəsi olduq. Buzxananın uzunluğu 20 metr, eni 9 metrdir. 30 pillə ilə bura düşmək olur. Giriş isə bu hissədəndir. Abidənin hansı dövrə aid olması tam dəqiq bilinmir. Üzərində kitabı olmadığı üçün ancaq memari quruluşuna görə, üslub quruluşuna görə 12-14-cü əsrlərə aid olunub. Naxçıvan buzxanasında da çörəyimizi yedik. Gedirik digər görməli, daha maraqlı yerlərə. Burada belə bir yerdir.